Salam balaca birincilər, hər birinizi kanalımda xoş gördük. Bugünkü bizim riyaziyyatda dərsliyimizdə olan mövzumuz ona qədər azaltmaqla çıxmadır. Biz ikinci hissədəyik, bunu yenə də vurğulayım. Ona qədər azaltmaqla çıxma nədir? Biz sizinlə bundan əvvəl ona qədər azaltma, artırmaqla, ona çatdırmaqla toplamanı keçmişdik. Bu nə deməkdir? Misalı bizim üçün daha rahat olması üçün biz nə edirdik? Bizə verilmiş misalda birinci toplananı olduğu kimi saxlayırdıq və daha sonra İkinci toplananı iki hissəyə ayırırdıq. Necə ayırırdıq? Elə ayırırdıq ki, onu digər əvvəlki toplanan üzərinə gələndə ədəd ona tamamlansın. Bu da eyni qaydanı burada eləyəcəyik. Yəni nə eləyəcəyik? Gəlin bunun üzərində, kitabın üzərində əvvəlcə mən izahımı verim, sonra tapşırığa keçelim. Məsələn, əgər mənə burada desək ki, 13 çıx 7, mən baxacağım, görəcəm ki, 13 olduğu kimi yerində saxlayacağım, olduğu kimi qalacaq. Baxacağım 7-yə. 7 2 hissəyə ayrılmalıdır mütləq şəkildə. Amma hansı hissələrə? Mən 2 ilə 5 də yaza bilərəm, 5 ilə 2 də yaza bilərəm, 0 ilə 7 də yaza bilərəm. Təbii ki, onlar ikisinin cəmi, yəni burada 2 dənə yazan ədədin cəmi bax bu 7-yə bərabər olmalıdır, düzdürmü? Amma mən burada elə də yazmalıyam ki, onun birinci bu tərəfi, bax bu hissə birinci hissə, buradakı ədədlə bərabər olsun. Yəni bura 3 olmalıdır. Ona görə 3 olmalıdır ki, mən bu 13-dən 3-ünü götürsəm, yerində 10 qalsın. Təbii ki, 7-nin bir tərəfi 3 olarsa, bir tərəfi təbii ki 4 olmalıdır. Və mən misalımı belə daha rahat edəcəm. 13 çıx, 7 yox ha. 7-nin birinci tərəfi, yəni bu 3. 13-dən 3 çıxanda cavab olacaq 10. Yəni 10-a qədər azaltma ilə çıxma. 10-a qədər azaltdım. Sonra isə 10 da çıx. Bu ikinci hissə 4 bərabər olacaq 6-ya. Uşaqlar, bu bizim 10-a qədər azaltmaqla çıxma misalımızdır. İndi bunu biz dərsliyimizin tapşırıqları üzərində işləyəcəyik. Daha rahat olacaq sizin üçün yadda saxlamaq. Məsələyə keçək, görə burada bizə nədir? Araşdırma müzakirə hissəsində. Yarışda 11 atlı iştirak edirdi. Onlardan biri yarışı tərk etdi. Neçə atlı yarışa davam etdi? Deməli, 11 nəfər var idi. 11-dən bir nəfər çıxanda yerdə neçə qaldı? 10 qaldı. Yarışı bir yox, 3 atlı tərk etsə neçə atlı qalardı? Bu da eyni şey istəyir bizdən. 11-dən bir yox, 3 çıxmağımızı istəyir. Və bunun üçün də artıq bizə ipucu verib. Mən 11-i 2 hissəyə ayıracağım. Üzr istəyirəm, 11 olduğu kimi saxlayacağım. 3-ü 2 hissəyə ayıracağım və təbii ki, necə ayırmalıyam? Bayaq izah elədiyim kimi. Bu 11-in mənim birinci olan ədədim ki var, misalımda önündə dayanan ədədim. Həmin ədədin təkliyinə baxıram. Təkliyi neçədir? 1. Və bura mən yazıram nə? 1. 3-ün bir tərəfi, yəni 3-ün belə deyək, bölündüyü hissələrdən bir tərəf 1 isə bir tərəf təbii ki 2 olmalıdır. Və mən bu misalı yazanda yazacağam ki 11 çıx 1 bərabər 10. Sonra da 10 çıx 2. Xahiş edirəm uşağa, çaşıb burada 11 çıx 2 yazmayın. Və yaxud da təzədən 11 çıx 3 yazıb aləmi bir-birinə qatmayın. Burada da onun izahını verir. Deməli, 13-dən 4 çıxmağı bizə izah eləyir. 13 olduğu kimi təbii görürsünüz ki, saxlayıb yerində və bu 4-ü gətirib burada 2 hissəyə ayırıb. 2 hissəyə ayıranda baxın, bu 3 ilə bu hissə bərabərdir. Niyə? Çünki orada görürsünüz ki, onun ədədin təkliyi 3-dür. 4-ü 2-2 də ayıra bilərdi və yaxud da 1-i birinci qoyub bura yerlərin dəyişik də ola bilərdi, amma qoymayıb. Niyə? Çünki 13-dən 3-ü çıxmaq lazımdır ki, 10 qalsın. Mən 13-dən 1 də çıxa bilərəm. Amma bu zaman 13-dən 1 çıxanda 10 qalmayacaq axı. Cavab 12 eləyəcək. Bizə nə deyir? Bizə deyir ki, 10-a qədər azaltmaqla çıxma. 10-a qədər azaldıram, çatdırıram 10-a və qalan hissəni də 10-dan çıxıram. Bu da həmin qaydanı göstərir. 13 çıx 3-dür. Burada 3-ü çıxıb, burada birincidə 3-ü çıxıb, sonra isə 1-i çıxıb. Ardıcıllıq 13 çıx 3 misalımdır. Daha sonra isə yerdə qalan 10-dan da 1-i çıxıb. Keçək tapşırıqlarımıza. Tapşırıqlarımızı istəyək. Bələdçi hissəsində bizə deyir ki, birinci nümunəni özü verib, ikincidə isə bizə deyir ki, bu nümunəyə əsasən biz də belə yazmalıyıq. Deməli, baxın, nümunədə yenə eyni qayda ilə 14-dən 6-nı çıxmaq üçün 6-nı 2 hissəyə ayırır. Bir hissə 4, bir hissə 2. Biz isə baxırıq nəyə? 12-dən 5-i çıxanda 5-i 2 hissəyə ayırdığım zaman təbii ki, mən nə etməliyəm? Görürəm, 12-nin sonunda nə var? 2 var. Deməli, birinci hissə bura olmalıdır 2 və digər hissə təbii ki, 3 olmalı. Görürsünüz uşaqlar, burada da bu hissə 12 bu hissə ayrılıb sanki onun özüdür və bu hissə həmin o yanındakı qalıqdır. Əvvəlcə nə edib? Bax, bu birinci 2-ni burada çıxıb, 12-dən 2-ni çıxırıq. Yazırıq altında, baxın. 12 çıx 2 bərabərdir 10. Daha sonra isə 10 çıx 3 bərabərdir 2 eləyəcək, 7 eləyəcək. Ardıcılığa uyğun olaraq digər bütün demək olar bizim misallarımızın hər biri bu qayda ilə işlənəcək. Yəni bu qaydanı yadda saxlasaq, sizin üçün digər misalları işləmək də çox rahat olacaq. Keçək növbəti misalımıza.
Növbəti misalda bizə deyir ki, 17 çıx 9. Burada da eyni qaydanı tətbiq eləyəcəm. 9-u 2 hissəyə ayıracağam. Necə ayırmalıyam? Təbii ki, birinci ədədə baxıram, görürəm sonunda 7-ni təkləyib və mən bu hissəni ayırıram. 7 bu hissə isə olur təbii ki 2. Çünki bu iki hissəni topladığım zaman cavab bu yuxarıdakı olmalıdır. Burada baxın uşaqlar, əvvəlcə 7-ni çıxıb gördünüz, 7 dənədir. Ona görə də misalı buranı silim. Misal belə olacaq. Əvvəlcə 17-dən 7 çıxacam ki, yəni mən 17-dən neçə çıxsam 10 eləyər. Təbii ki 7-ni çıxmalıyam. Ona görə 9-un bir hissəsi 7-dir. Sonra isə yerdə qalan 10-dan mən bayaq 9-u 2 yerə ayırıb bir tərəfin 7, bir tərəfin 2 eləmişdim, düzdürmü? İndi də 7-ni çıxmışam, yerdə nə qalıb? 2 qalıb. Və ondan da 2-ni çıxıram, alıram 8-i. Bax bu qayda ilə. İndi bizə nə deyir? Təsvirlərə uyğun misalı yazın və ona qədər azaltmaqla fərqi tapın. Baxırıq misalımıza. Görürük ki, burada 10 dənədir. Yuxarıda dairələr 10 dənədir. İkisinin üstündən xətt çəkib, burada isə 3-ün üstündən xətt çəkib. Deməli, xətt çəkilən neçə dənədir? 5 dənə. 5-i çıxmağımızı istəyir. Nəydən? 13-dən. Ümumi dairələri sayıram. İstər üstündən xətt çəkilən, istər çəkilməsin. Cəmi istəyən dairə var. Təbii ki, burada 15 dənə, üzr istəyirəm, 13 dənə dairə var. Və 13-dən nəyi çıxmağımızı istəyir? 5-i çıxmağımızı istəyir. 3-ü burada, 2-si burada. Və artıq bu bizə bir ipucu verib. Əvvəlcə 3-ü çıx deyir, sonra 2-ni çıx deyir. Deməli, 13-dən 5-i çıxmaq üçün mən bu 5-i 2 hissəyə ayırıram. 13-dən əvvəlcə 3-ü çıxıram. Eləyirəm 10. Ardınca isə həmin 10-dan qalan 2-ni çıxıram, alıram. Cavabım 8. İkinci misal yazacağım. Elə həmin yerdə yazacağım. Ona görə də buranı silirəm uşaqlar. Və siz yəqin ki, qeydi bizi götürmüsünüz. Gəlin baxaq. Gördüyünüz kimi ümumi dairələrimin sayı saymalıyam. Birinci onu sayıram. Ümumi dairələrimizin sayı neçədir? Baxırıq. Görürük ki, 15 dənədir. Düzdürmü? Ona görə biz 15-dən çıxmalıyıq nəyi? Amma 15-dən 5-in çıxmıram. Görürsünüz uşaqlar, burada 5 dənəsinin üzərinə xətt çəkib. Burada isə 1 dənəsinin. Deməli, üzr istəyirəm. 15 çıx 6 olmalıdır. Və mən bu 6-nı 2 hissəyə ayırıram. Bir tərəfim təbii ki 5-dir, digər tərəfim isə 1-dir. Çünki mən 15-dən 5-i çıxmasam, ona bərabər ola bilmərəm. Sonra isə ondan yerdə qalan o 1-i çıxıram, alıram cavabı 9. Bax belə. Üçüncü misalda öz yanında yazaq. Üçüncü misalda görürük ki, cəmi bizim neçə dairəmiz var? 16 dairəmiz var. Ona görə də bura yazıram əvvəlcə 16. Dairələrin ümumi sayı və çıxıram. Nəyi çıxıram? 6, 7, 8 dənə dairənin üzərinə xətt çəkib. 16-dan 8-i çıxmaq üçün mən 8-i 2 yerə ayırmalıyam təbii ki. Və ayırdığım zaman diqqət edirəm. Görürəm ki, 16 ədədinin təkliyi neçədir? 6-dır. Və bu tərəf 6-dırsa, bu tərəfə təbii ki 2 olmalıdır. İkisini topladığım zaman cavab bu 8-ə bərabər olsun. Və misalımı da yazan zaman əvvəlcə 16-dan 6-nı çıxıram. Yerdə qalır təbii ki 10. Sonra isə həmin 10-dan misal davam eləyir. 8-in digər hissəsi neçə idi? 2 idi. Ondan da 2 çıxıram. Olur cavabım neçə? 8. Gəlin keçək ikinci tapşırığa. 10-a qədər azaltmaqla fərqi tapın. 12-dən əvvəlcə neçəni çıxmalıyam ki 10 olsun? Burada 2 olmalıdır. Sonra 10-dan 2 çıxanda cavab olur 8. 12-dən 4 çıxanda cavab verir neçədir? 8. Sonra 18-dən neçə çıxmalıyam ki cavabım? Misalım özü 18 çıx 9-dur. Bunun ardıcıllığı gedir. 18-dən 8 çıxmalıyam. 10 olsun. Sonra yerdə qalan 10-dan 1-i çıxıram. 9 qalır. Və mənim misalımın cavabı nədir? 18 çıx 9, 9-a bərabər. 15 çıx 8-ə baxıram. 15-dən neçə çıxmalıyam ki cavab 10 olsun? Təbii ki burada 5 olmalıdır. Sonra isə ondan da 3 çıxıram. Yəni 8-in bir tərəfi 5 idi, bir tərəfi 3 idi. 5-in çıxmışam. Sonra 3-ün çıxıram, yerdə qalır 7. Deməli 15 çıx 8-in cavab verir neçədir? 7-dir. İndi burada bizə deyir ki, misalları həll eləyin deyir. Amma bizə yazmayıb ki, ona qədər azaltmaqla fərqi tapın. Ona görə də gəlin biz bunu görüm digər səhifədə var azaltmaqla çıxmaq. Yaxşı, iş dəftərində ona qədər azaltmaqla çıxma var. Ona görə də bu misalların sadəcə cavablarını gəlin tapaq sizinlə. 11-dən 2 çıxanda olacaq 9. 14-dən 5 çıxanda yenə 9. 11-dən 4 çıxanda cavab olacaq. 11-dən 1-in çıxıram. Sonrası 3-ün çıxıram. 7 qalır. Sanki beynimdə 4-ü 2 hissəyə ayırıram. 15-dən 5 çıxıram. 10 qalır. Ondan da 2 çıxıram. 8 qalır. 12-dən 5 çıxıram. 12-dən 2. Ondan da 3 çıxıram. 7 qalır. 11-dən 6 çıxanda 11-dən 1-in çıxıram. Ondan 5 çıxıram. 5 qalır. 13-dən 3 çıxıram. Ondan da 2-sini çıxıram. Yerdə qalır neçə? 8. 16-dan 6 çıxıram. Ondan da 1 çıxıram. 9.
17-dən 7, ondan da 1, 9. 13-dən 3, ondan da 3, cavab oldu neçə? 7. Əslində bu qayda ilə çıxmaq sizə o zaman görəcəksiniz ki, kömək edir. Böyük misallar çıxanda siz bunun fərqini görəcəksiniz. İndi bizə deyir ki, uşağın növbəti səhifədə məchulu tapın. Məchulu tapmaq üçün biz nə etməliyik? Azalan, çıxılan fərqin çıxma əməlinin komponenti olduğunu bilirik. Fərqi asanlıqla tapa bilirik. Yəni bu artıq çıxma misalının özəyidir. Bunu düşünməyə ehtiyac yoxdur. Əgər bizim azalanımız, azalan hansıdır? Birinci gəlir burada. Əgər azalan olmazsa, bu ikisi toplanmalıdır. Yəni çıxılan ilə fərqi tapmalıyam mütləq şəkildə. Çünki biz bilirik ki, azalan ən böyükdür. O böyük olduğu üçün azalır, onun üzərindən götürülür. Və bu ikisi toplanmalıdır ki, ən böyük əmələ gətirsin. Amma burada isə bizim azalanımız da var, fərqimiz də var, bizim çıxılanımız yoxdur. Və biz çıxılanı tapmaq üçün yadda saxlayın uşaqlar, çox rahatdır. Gördüyünüz ədədləri çıxın da, nə görürsə çıxın. 15 çıx 7, sanki 17 çıx 10, bax bu qayda ilə çıxılır. Daha rahat yadda saxlayın da. 15-dən 7 çıxanda neçə eləyəcək? Bura yazıram 8. Deməli 15-dən 8 çıxanda elə 7 eləyirmiş. 17-dən 10 çıxanda neçə olacaq? 7. Deməli 17-dən 7 çıxanda elə 10 eləyir. 13-dən 3 çıxanda cavab 10 olur. Deməli 13-dən 10 çıxanda 3 eləyir. 11-dən 3 çıxanda cavab olur 8. Deməli 11-dən 8 çıxanda cavabımız 3-dür. Keçirik bura. Lövhədə ona qədər azaltmaqla bəzi misallar səhv əldə edilib. Səhvləri tapın və düzgün hesablayın. Baxırıq burada. Misalımızın özü nədir? 12 çıx 3-dür. Və 12 çıx 3-də mən nə etməliyəm? Ardıcıllığa uyğun olaraq. Çünki şərtdə mənə deyir ki, ona qədər azalt. Və mən əvvəlcə 12-dən 2-ni çıxmalıyam. Bu düz. Sonra isə 10-dan 1 çıxır, o da olur 9. Bu da düz. Deməli 12 çıx 3 bərabər 9. Burada hər bir misala düz işlənib. İkinci misala baxıram. 11 çıx 7-də. 15-dən birinci nəyə çıxmalıyam? 5-i çıxmalıyam ki, 10 alım. Bu da düz. Düz gəlib buracan. Sonra isə yerdə qalıb 15-dən 3 çıxa bilmərəm. Niyə? Çünki mən 7-ni çıxmaq üçün əvvəlcə 5-i çıxmışam. Sonra isə 7-nin 5-i gedibsə yerdə 2-si qalıb. Və burada neçə olmalıdır uşaqlar? 2 olmalıdır. 10 çıx 2 olmalıdır. Və cavab da neçə eləyəcəkdir? 8 eləyəcəkdir. Bunu səhv işləyiblər. Və 15-dən də 7 çıxana cavab neçə olur? 8 olur. Səhvləri düzəltdik. Keçirik üçüncü tapşırığa. 13 çıx 8. 13 çıx 8-də əvvəlcə nə etmək lazımdır? 13-dən 3-ü çıxmaq lazımdır ki, cavab 10-a bərabər olsun. Və burada bunlar 4 çıxıblar və hətta burada 3 yazıb, cavabda 10 yazıblar. Biz 13 çıx 3 olmalıdır. 13-dən 3 çıxan zaman cavab neçə olur? 10 olur, düzdür. Və uşaqlar, mənim bəzi şagirdlərim çaşdı ki, müəllimə 10 çıx 4 6 eləyir də. Burada heç bir səhv yoxdur axı. Deyirəm, misalın özünü ayrı götürsək, bəli, düzdür. Bu misal düzdür. Amma mənə deyir ki, ona qədər azaltmaqla çıxmaq və mən bu misal üzərində işləyirəm. Bu misal üzərində işlədiyim zaman mən baxıram ki, 13-dən 8 çıxılır və 13-dən 8-ə çıxmaq üçün əvvəlcə 3-ü çıxıram ki, ona tamamlayım və 8-in 3-ü gedəndə yerdə neçə qalır? Yerdə 5 qalır. Təbii ki, burada 5 çıxılmalıdır. Ona görə də misalı səhv veriblər. Və ondan da 5 çıxana cavab neçə olur? 5 olur. Deməli, 13-dən 8 çıxan cavab neçədir? 5-dir. Gəlin keçək məsələlərimizə. Sinifdə 11 şagird şahmat dərnəyinə gedir. Musiqi dərnəyinə gedən şagirdlərin sayı isə onlardan 6 nəfər azdır. Neçə şagird musiqi dərnəyinə gedir? Burada qısa şərt quraq da sizinlə. Gəlin belə bir şərt quraq. Qələmi biraz qalınlaşdırım, çünki yazıların üstünə yazanda görünmür. Yazaq bura. Şahmat qısa-qısa. 11. Şahmat 11 şagird yaza bilərsiniz. Musiqi 6 nəfər az. Musiqi 6 nəfər az. Sonra da altda yazacaq ki, musiqi 3 sual. Axı musiqidən tapa bilmədik. Və bunun üçün də mən nə edəcəm? Şahmata gedənlər 11-dir. Musiqi dərnəyinə gedən şagirdlərin sayısı onlardan, yəni həmin 11 nəfərdən 6 nəfər azdır. 11, yəni misal biraz burada geniş yer yazaq. 11 çıx 6 bərabərdir 5. Cavab yerinə yazacaq ki, cavab 2 nöqtə 6 nəfər belə yaza bilərsiniz və yaxud da 6 nəfər musiqi dərnəyinə gedir. Belə formada da yaza bilərsiniz. Keçək növbəti məsələmizə. Burada bizə deyir ki, 7-ci məsələdə gecə dayanacaqda 14 maşın var idi. Gündüz onlardan bir neçəsi çıxdı və 7-si qaldı. Dayanacaqda neçə maşın çıxmışdı? Deməli, biz bunu məchullə tapmalıyıq uşaqlar. Daha rahat, daha gözəl, şərt qurmayacaq. Var idi neçə dənə? 14 dənə maşın. Düzdürmü? 14 dənə maşın var idi və nə qədər çıxdığını bilmirəm. Deyir, bir neçəsi çıxdı. Neçəsi qaldı? 7-si qaldı. Məsələ belə qurulur.
Bunu qısa şərt kimi qursaq yaza bilərsiniz ki, məsələn, var idi 14 maşın, qaldı 7. Yazaq da. Bəzən sonra uşaqlar şikayət edir ki, mənə müəllimə siz orada tam yazmamısınız, dildə demişsiniz, biz başa düşməmişik. Var idi 14, siz maşın sözündə özünüz yazın. Qaldı 7, yəni maşın. Sonra yazırıq ki, çıxdı, sual. Çıxdı sual və çıxdının da altında bunu yazırsınız. 14 çıx, məchul bərabərdir 7. Və misalın da qarşısında və yaxud da altında yazırsınız ki, burada 14 çıx 7 bərabərdir 7. Cavab 2 nöqtə altında yazırsınız. 7 maşın çıxmışdı. Yəni 7 maşın çıxmışdı ki, dayanacaqda 7 dənə maşın qalmışdı. Bu belə. Keçək 8-ci məsələmizə. 8-ci məsələdə bizə nə deyir? Görək növbəti səhifədə təzə tapşırıq. Anarın bacısının 12 yaşı var. Anar bacısından 6 yaş kiçikdir. Anarın neçə yaşı var? Deməli, bacı 12 yaş. Belə yazaq, qısa şərt. Anar 6 yaş kiçik. 6 yaş kiçik. Altda yazaq ki, anar sual. Biz anarın yaşını tapmalıyıq və bunun üçün biz nə edəcəyik? Bacının yaşı 12-dir. Anar da ondan 6 yaş kiçikdir. Və biz 12-dən altına çıxmalıyıq ki, anarın yaşını tapa bilək. 12-dən altı çıxan cavab neçə edir uşaqlar? Təbii ki, 6 edir. Deməli, cavab yerinə yazırız ki, cavab 2 nöqtə anarın 6 yaşı var. Cavabı özünüz yazın səliqəli şəkildə. İndi sonuncu məsələmizə baxırıq. Elxan və Aynur hərəsi bir ədəd söylədi. Elxanın söylədiyi ədəd Aynurun söylədiyi ədəddən 7 vahid çoxdur. Aynur hansı ədədi söylədi? Deməli, biz burada şərt də qura bilir, şərt qurmaya bilərik. Gəlin yazaq. Elxan 15. Elxanın söylədiyi ədəd Aynurun söylədiyi 7 vahid çoxdur. Yazacaq ki, Aynur 7 vahid az. 7 az. Niyə o çox yazmırıq? Uşaqlar çox sizi çaşdırmasın. Çünki Elxanın söylədiyi 15 həmin o ədəddən 7 vahid çoxdur. Deməli, Aynur 7 vahid azdır. Bunun üçün də yazacaq ki, bura Aynur sual. Aynur sual. Və yazacaq ki, 15 çıx 7 bərabərdir. Neçə? 8. Deməli, Aynur hansı ədədi söyləyib? 8 ədədini söyləyib ki, Elxan da ondan 7 vahid çox olan 15 ədədini söyləmiş olur. Bax belə. Səhifəmizin tapşırıqları bitdi uşaqlar. Bu videonun ardınca mən bu mövzuya aid olan iş dəftərini çəkib qoyacağım. Kimin üçün yararlıdırsa bundan sonra kanalıma keçid edib iş dəftərinin izahına baxa bilər. Hələlik uşaqlar.